Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, 22 sotun içində zamanənin ən gözəl olan evlərindən biri, gözəl bir villamız satışa çıxıb, hörmətli izləyicilər. Nəzərinizə çatdırıram, bu ev Hökməlidə, amma ərazi cəhətdən Binəqədiyə düşən bir ərazidə yerləşir. Ev həqiqətən çox bir möhtəşəm bir ev olub zamanənin evində, amma bugünkü vəziyyətdə evin qiyməti də yenə dəyərindən ucuz verilir. Sonda mən evin qiymətini deyəcəm. Birinci ev haqqında bütün məlumatları sizə çatdırım. Sonra da nə varsa hamımızın qiyməti, sənədi haqqında məlumatları sizə verəcəm. Ev də çox gözəl, hündür bir panoramalı bir yerdə yerləşir. Ətraflı məlumat sizə deyəcəm. Gördüyünüz kimi, bax, bu evin xarici görünüşüdür. Ev həqiqətən zamanənin bir gözəl evi olub. Üzü ağla nəzatından 22 sotun içində olub. Kufsası da, torpağın kufsası var. Bunu nəzərinizə çatdırım. Demək, birinci evin ətrafı ilə tanış olaq, həyətyanı sahəsi ilə tanış olaq. Demək, bax, burada bu evdə bir müddət yaşayış olmayıb. Giriş hissəsi də buradan da var. Burada bağ verən meyvə ağacları əkilib. Burada maşın saxlamaq üçün bir əlavə bir yerdir, belə maşınlar zadı yumağa saxlamaq üçün bir yerdir. Ətraflı məlumat verim, hörmətli izləyicilər. Demək, keçən indi evin ətrafından bir dənə ətraflı yenə də tanış olaq. Buradan da girişi var, bu tərəfdən də girişi var, iki tərəfdən girişi var. Evin hər yeri açıqdır. Böyründə də demək olar, böyük bir hündür evlər yoxdur. Demək, nəzərinizə çatdırıram, hörmətli izləyicilər. Baxın, burada bir giriş hissəsidir. Burada da bağ salmaq üçün, burada nə bilim, hovuz da sala bilərsiniz. Əlavə burada təmir işlər geçsə, kim alsa, imkanlı adamlardan kim alsa, bu evi həqiqətən gözəl bir də, yəni qəşəng bir vəziyyətə sala bilər. Həyəti də geniş. Ev özü də köklü bir evdir. Demək, hörmətli izləyicilər, baxın, gəlin bura. Villalar olan ərazilərdir bunlar hamısı. Yəni, evin yeri də həqiqətən çox gözəl bir yerdə yerləşir, hündür yerdə yerləşir. Ərazi cəhətdən də Binəqədi rayonudur. Kufsası da var. Torpağın çıxarışı var, evin özünə 2 vur 2 almaqdır. Bax, burada da yenə ağaclar, evin arxası tam hamısı açıq, ətraflı yəni çəkirəm. Baxın, bu da evin arxa tərəfdən xarici görünüşüdür. Diqqətlə baxın bir dənə belə. Bu arxa görünüşüdür. Demək, hörmətli izləyicilər, buradan da bir görünüşüdür. Ətraflı yenə bir kameraman bir dənə göstər buradan. Bax, buradan da bir görünüşüdür. Evin əslində bura, bu hissəsi giriş hissəsidir. O tərəfdən də belə, əsas giriş hissəsi burada. Həyətində su hovuzu var. Ayrıca tihdirib. Yəni, həqiqətən bu ev vaxtı zamanən bir ev olub. Yenə də dəyərindən ucuz verilir, qat-qat. Torpağın pulu ilə evini, yəni bu başa gətirəsidir. Sonunda mən qiyməti deyəcəm. Alan adam bir evi təzdən yıxsa, bundan gözəl ev təsadüfən, yəni adrallarda olar. 7 otaqlı, otaqlar da geniş-geniş. Yəni, ürək həqiqətən asan evləri var, otaqların sayı. Özə çoxu da əl işləri olub. Gedək indi evin içi ilə tanış olaq. Bu hissəsi, burada qazanxana hissəsidir. Aça biləyiniz zandı qızım. Bu evdə çox yaşayış olmayıb. Ehtiyac yoxdur. Gəl. Gəl, ehtiyac yoxdur. İndi qazanxana da oradan kombiza sistemidir. İndi buradan keçirik ki, evin qabaq hissəsinin buradan da girişi var. Buradan da girişini keçirik. Bura giriş hissəsidir. Hörmətli izləyicilər, daxil oluq buradan evin içinə. Bu qapılar təmiz taxta qapılardır. Hələ-mələ, bunlar naxışdan zaten əli işlədir, amma bunlar təzdən yenidən işləmək lazımdır. Qapılar çıxarılıb, təzdən təmirə gedib, rəyləni bursa bundan gözəl, yəni keyfiyyətli qapılar nadir hallarda olur. Bir dənə pauza ver. Ana, siz bir dənə zəhmət olmasa keçin bir tərəfə. Bir otursun, yəni ayağa durmasın. Sən ev yoxdur, arasılığı yoxdur. Siz bir dənə bu otağa, buradan asıqdır bura. Sən keçir, bu tərəf otağa keçir. Mən bir dənə bura çəkeyim, sonra qaydı işləyəm. Demək, buradan girən kimi, sağ tərəfdə. Bura, demək, 20-25 kvadratlıq bura bir mətbəxidir. Buradan zala girişi var. Bax, bu hissədən. İndi mən onu çoxdan göstərəcəm. Onu sonra ətraflı içərdən çəkib göstərəcəm. Demək, hündürlüyü hörmətli izləyicilər.
4 metrdən çoxdur. 4 metr rahat olan hündürlüyü var. 3-dən çoxdur. Yəni 3,54 metr rahat var. Yəni buranın. Demək, buradan keçirik qonaq otağına. Demək, hörmətli izləyicilər. Demək, 70 kvadrat buranın zalıdır. 70 kvadrat. Hündürlük 4 metr. Yuxarılar hamısı əl işlərdir. Yəni bunlar belə də qalıb, bunları təzədən bərpa eləmək mümkündür. Yəni hər keçmişin ustaları olub, parketlər düzdür, təzədən təmirlən dəyişilib düzəlməlidir. Bunları nəzərinizə çatdırın, hörmətli izləyicilər. Parket işləri görsənməlidir, yəni təzədən getməlidir. Qapılar amma həqiqətən təmiz taxta qapılardır, əl işlərdir. İndi keçən bizim burada bir şeylə tanış olacağım sizə. Aşağıda bir zal, bir yataq otağıdır deyə. Demək, baxın, burada bir içində hovuzu var, evin içində. Yəni, 30 il bundan qabaq olan təhdük hallarda belə evlər olub. 30 ilə yaxın olan evdir bu. Bir dəfə təmir olub, ondan sonra da yaşayış biraz az olub. Hal-hazırda yaşayış var, amma az yaşayırlar da. Yəni, bu hovuz, burada hamamını ayıracaq. Yəni, bütün hər şey burada proyektə görə hər şey nəzərə alınıb. Nəzərə alınıb. Gəl. Hər şey nəzərə alınıb. Bura sanitar qovşağıdır. Bu hissəsi. Şuralar hardan yanır? Buradan demək heç nə problem deyil. Burada parno hissəsidir. Parno da işləyə vəziyyətdə. Yəni hal-hazırda işləyir. Yəni parnoydur, hovuzudur. Evin içində tam istirahət eləmək üçün bütün şəraitlər, yəni vaxtında bunlar nəzərə alınıb. Burada demək bir otaq var. Yataq otağı. 5-in 6-ya 30 kvadratlı bir otaqdır. Baxın, ara kəsmələr hamısı qoşa daşdandır. Yəni ev köklü evdir. Sadəcə ev yenidən təzədən təmir olunmalıdır, hörmətli izləyicilər. Yəni evi alan adam bunu öz əlindən çıxarsa süper ev olar. Gedək yuxarı. Aşağıda bir yataq, bir zal, bir parnoy, bir də hovuz, bir də mətbəx. Bunları dedim sizə. Bax, görürsünüz, qapılar var ha. Bunlar təzədən rənglənib, qəşə çıxsa bir ev süper ev olar. Ara kəsmələri monolitdir. Yəni bunu nəzərinizə çatdırım. Demək, 5 otaqda geniş otaqlı. Burada. İndi gəlin bura. Birinci buzlarla tanış olaq. Bu yuxarıda bir dənə zal, hörmətli izləyicilər. 90 kvadratdır bura. Yəni balaca evdir. Yuxarılar əl işlərdir. Yəni qalsa, çünki bunlar elə bir şeydir ki, əl işlərdir. Onlar təzədən bərpa eləmək lazımdır. İçində işləmək lazımdır. Hündürlüyü də burada yenə 4 metr hündürlüyü də hardasa. 3,84 metrə yaxındır. Buranın parketi zadı qaydasındadır. Demək olar çox belə ziyan dəymir bura. Gedək. Buranı da çəkək. Burada ən balaca bir otaq 16 kvadrata yaxındır. 15-16 kvadratdır belə. Ən balaca otaq. Balkona da çıxışlar var. Təsvir olsun ki, bağlıdır. Balkonlar olsa çöldən görsənib. Beşin 6-ya 30 kvadrat. Təmirə ehtiyac var. Yuxarılar, bax, hamısı, paduqalar, əl işlərdir. İnan ki, onlar bahalı şeylərdir. Prosta gəlib bir yerində baxan adam özü biləcək ki, dəyər verəcək ki, bunlar nədir? Nəysə, bunları qoyduq qırağa. Yer bütün hamısı parketdir. Hara lazım olsa dəyişib təzən yenilə bilərsiniz. Burada 25 kvadratlı, 20 kvadratlı burada bir var. 4-ün 5-ə bir yataq otağıdır. Gördüyünüz kimi. Pəncərələri hamısı açıb, balkona çıxışı. Yəni tam hər şey qaydasında. Bir yataq otağı da. Burada. 5-in 6-ya. 30 kvadrat da buradadır. 5-in 6-ya da burada. 30 kvadrat. Bu da 5-ci otaqda yağının bir şey qalmadı. Hamısını çəkdi, düzdür mü? Qalmadı mı? Demək, hörmətli izləyicilər. Demək, bax, zal. Bir balaca yataq otağı, 30 kvadrat, 20 kvadrat. Yəni 30 kvadratlı bir otaqlardır.
Gördüğünüz kimi, bax burada da pləkandan, burada geniş dəhlizdən hər şey belə göz qabağında bir evi bir dənə hörmətli izləyicilər alıb, təmirləyib, öz əlinizdən çıxarsız ev gözəl ev olacaq. Həqiqətən bunu nəzərinizə çatdırım. Demək, yenə qeyd edirəm, torpağın qıssası var. Ərazi cəhətdən Binəqədi rayon düşür, amma hökməliyə daha yaxındır deyə, belə deyək, orada yerləşir. Demək, ev haqqında məlumatlarını sizə verdim. Kimlərsə evin satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlayın, evlərin satılmağına köməkli göstərə bilərik. Seçal.az saiti var. Kim istəyir evlərin orada qoyub paylaşa bilərlər. Elanlar pulsuzdur, bunu nəzərinizə çatdırım. Demək, əlavə də evlərimiz var, videona çəkilmirik, şəkillərlə qoyuruq. Yəni orada da girib bizim evlərə yavaş-yavaş baxa bilərsiniz. Şəkillərlə olan evlər olacaq. Evin qiyməti də 265.000 start qiymətdir. Ya lazım olsa, gəlib yerində danışmaq lazımdır. İnanın ki, bu evi 265.000 torpaq qarşı başa gətirə bilməzsiniz. Burada təzdən təmir, kosmetik təmir işləri götürmək lazımdır. Evi birinə salmaq lazımdır. Vəssalam. Bugünkü vəziyyətdə 25.000-ə, yəni çətin məsələdir. Bax, burada bir dənə də, mən bilməm, bu otaq çəkmədim, 90 kvadratda burada bir də yuxarı bir zalı var. 90, aşağıda 70'li, bu da 90'dır. Zalı. Burada biraz o sanuzey zat hissələr zadı kəsilib, promanın üstə bura düşüb deyə. Belə, hörmətli izləyicilər, 265.000 start qiymət. Endirim də olacaq. Yenə də deyirəm, həqiqətən bu evi bu qiymətə başa gətirmək mümkündür. Heç belə tikib üstünü, torpağı alıb, icazəsindən tikib üstünə bağlamaqla gətirəsidir. Bu hazır evdə bir dənə içinin kosmetikin yığmalısınız. İşıqlar var, ata bilən sistemləri var, ovusu var, bubusu var, hamısı var. Yenidən evə dizayn vermək lazımdır, kosmetik təmirlər lazımdır. Belə, sona qədər izlədiyi üçün də təşəkkür edirik. Hamıya Allah gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin. Bəs.